Bəzən bizə sual verirlər ki, hansı ki buraxılış imtahanlarından sonra adətən bu olur. Müəllim, bizim uşağımıza bu günə qədər bütün müəllimlər tərifləyibdi. Məktəbdən ancaq biz xoş sözlər eşitmişik. Hazırlıq müəllimləri heç vaxt narazı qalmayıb, amma imtahanda uşaq birdən-birə aşağı bal yığdı. Buraxılış imtahanından az bal yığdı. Bunun səbəbi nədir? Ona görə ki, sizin uşağınız bu günə qədər heç bir sınağa getməyibdi. 11-ci sinif, 10-cu sinif, həmçinin 9-cu sinif şagirdləri mütləqdir ki, heç olmasa 2 aydan bir sınağa getsin. Mütləq vacibdir bu. Amma biz nə edirik? İmtahan qorxusuna görə heç vaxt getmirik sınağa. İmtahanda birdən bir uşaq sınağa gedir, ilk dəfə bu şeyləri görür və avtomatik nə olacaq? Nəticə aşağı olacaq. İmtahan həyəcanını ilk dəfə buraxılış imtahanında görür həmin uşaq. Ona görə nəticəsi zəif olur. Özündən asılı oldu, olmadı, aşağı nəticə olacaq. Onun üçün mütləq 2 aydan bir heç olmasa sınaq imtahanına getmək lazımdır. Məktəbdəki xoş sözlər, hazırlıqdakı xoş sözlər lazım deyil uşağa. Uşağın uğuru imtahanda göstərdiyi yüksək nəticədir. Başqa heç nə. Kiminsə gəlib sizin uşağınız barədə yaxşıdır, əladır, süperdir deməyə heç bir mənası yoxdur. Hansı ki o nəticəni sınaqdan göstərmirsə. Nəyimizə lazımdır biz hansısa bir uşağın tərifi? O əgər nəticə verə bilmirsə sınaqda, o əgər gedib yaxşı nəticə göstərə bilmirsə, nəyə lazımdır həmin abituriyentin tərifi? Ona görə də mütləq bütün abituriyentləri valideynlər göndərməlidirlər sınağa. Hazırlığa necə göndərirsinizsə, sınağa da eyni formada göndərmək vacibdir.